Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bilirsiniz ki, 5 aprel tarixində, yəni dünən buraxılış imtahanı keçirildi birinci zona ilə bağlı. Gəlin həmin suallara baxaq, müzakirə eləyək və görək hansı bölmədən daha çox suallar düşübdür. İlk 27-ci sualdan başlayaq. 27-ci sualda qeyd olunub ki, nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Cədvəldəki doğrudur və yanlışdır fikri öz əksini tapıbdır. Biz bu cədvəli mətnini işləyərkən də görəcəyik. Mətnlərdə də buna uyğun bir sxem var. Baxaq. Alnındakı qırışlar adicə qırış deyil, öz xalqının keçdiyi istirab yollarıdır. Burada bu şeir də ola bilər, hər hansı bir cümlə də ola bilər. Bizə o şeir lazım deyil. Bizə lazım olan doğru və yanlışın altındakı olan dil qaydalarıdır. Misal üçün, birincidə yazıb ki, hər iki misrada ismi birləşmə işlənmişdir. Misra düz xəttdir və baxaq görək varmı? Alnındakı qırışlar, ismi birləşmədir. Adicə qırış, ismi birləşmədir. Öz xalqının keçdiyi feili birləşmədir. İstirab yolları, bu ismi birləşmədir. Deməli, hər iki misrada ismi birləşmə işlənmişdir. Fikir versinizsə, sayını bizdən istəmir. Sadəcə işlənib işlənmədiyini soruşur və işlənibdir. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsubiyyət şəkilçisi qəbul edib. İkinci misradakı isimlərdən ikisi. Buradakı isimlər hansılardır? Xalq, bir istirab, bir də yollardır sözüdür. Xalqının sözündə, xalq sözün köküdür, xalqı mənsubiyyətdir, xalqının yeri çaldı. Hal da var, mənsubiyyət şəkilçisi də var. Yollarıdır sözündə isə, yol sözün köküdür, lar cəm şəkilçisidir, mənsubiyyətdir, xəbəri şəkilçisidir. Orada bir hal şəkilçisi yoxdur. Demək ki, 2 olan versiyaların hamısını silməlisiniz. Cavab B və C-nin arasında qalır. 3 deməli doğrudur. Birinci misradakı isimlər eyni haldadır. İsimlərimiz də qırışlar və qırış deyil cümləsindəki qırışdır. Hər ikisi də eyni haldadır. Cəm şəkilçisi ismin halına aidiyyəti yoxdur. Əgər adlıq haldadırsa, cəm şəkilçisi yenə də onu adlıq hal eləyəcəkdir. 3 doğrudur. İndi 4, 5, 6-dan yanlışı tapmağımız lazımdır. İkinci misradakı ismi xəbər söz birləşməsi ilə ifadə olunubdur. Öz xalqının keçdiyi istirab yollarıdır. Bəli, ikinci misradakı xəbərimiz ismi xəbərdir və söz birləşməsində ifadə olunubdur. Bu doğru fikirdir. Bizdən isə yanlış lazımdır. Demək ki, 5 və 6-cı fikir yanlışdır. Bir əlavə versiyada deyim sizə ki, əgər desək ki, birinci misrada ismi xəbər söz birləşməsində ifadə olunubmu? Bu zaman yanlışdır. Niyə yanlışdır? Çünki birinci növ təyini söz birləşməsi olduğu üçün təhlil zamanı onu söz birləşməsi olaraq nəzərə almayacaq. Yəni, birinci misradakı qırış deyil ifadəsi söz birləşməsi deyil. Amma adicə qırışı biz söz birləşməsi götürmüşdük. Nəzərə salın ki, birinci növ təyinin söz birləşməsi parçalandığı üçün onları söz birləşməsi kimi ifadə olunub deyə bilmirik. 5-də qeyd olunub, birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənibdir. Burada təyin var. Alnındakı sözü və adicə sözü təyindir. Fəqət alnındakı təyini qırışlar sözünə, adicə təyin isə qırış deyil sözünün təyinidir. Yəni, burada heç bir ikinci dərəcəli üzv yoxdur. Ona görə 5 yanlış idi. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Birinci sifətlər deyilsə, deməli, bir yox, bir neçə sifətimiz var. Alnındakı sözü həqiqətən də adi dərəcədədir. Orada heç bir azaltmadan söz gedə bilməz. Adicə sözündə isə cacə şəkilçisi çoxaltma dərəcəsini yaradır və morfoloji üsuldur. Ona görə də 6 da yanlış. Heç burada azaltma dərəcəsi yoxdur. Ona görə də düzgün cavabımız C variantı idi. Ümid edirəm C variantını yazmısınız. Keçək növbəti suala. Növbəti sualımız hansıdır? Buranın ekranı silik. Keçirik növbəti suala. 28-də. Qeyd olunub ki, yenə qələmi aktivləşdirim. La-nın işlənmə məqamının düzgün olduğunu müəyyən edin. Qoşma və bağlayıcı və zərf kimi işlənməsi. Əgər lalə şəkilçisi qoşma kimi işlənərsə, kim ilə, nə ilə sualına cavab verir? Qeyd edin dəftərinizə. Misal üçün, yazılı belə, Səfi dayı qonaqlıqda Hüseyin ilə tanış olmuşdu. Kim ilə? Hüseyin ilə. Demək ki, bu qoşmadır. Rizvanla Qədir. Əgər mən bunu və ilə əvəz eləyirəmsə, bu artıq bağlayıcıdır. Elə şərq ölkələr var ki, oraya günəşlə bərabər, nə ilə bərabər? Günəşlə bərabər. Ona görə də bu qoşmadır. Ertəsi gün həvəslə bizi tədbirə çağırdılar. Həvəslə çağırdılar. Necə çağırdılar? Nə tərzlə çağırdılar? Zərf düzəldibdir. Bu da 3-cü sxemə aiddir. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə, nə tərzlə, necə Bu da oldu zərf düzəldən şəkilçisi. Demək ki, zərf düzəldən lalə şəkilçisini necə tapdıq? Nə tərzdə sualını verməklə.
Qoşma olduğunu hardan bildik? Kim ilə, nə ilə sualını verməklə. Bağlayıcı olduğunu hardan bilirik? Və ilə əvəz eləməklə və beləliklə də bu sualı yaza bilərdiniz. Keçək 29-cu suala. Hansı cümlədə səhv yazılmış söz var? Universitet tələbələri uğur qazandılar. Burada universitet ifadəsi doğru yazılıbdır. Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Burada əfv etmək sözü də düzgün yazılıb. Ümumiyyətlə, başdan sona qədər düzgündür. Sadəcə bəzi sözlər var ki, onun səhv olduğunu düşünə bilərsiniz. Ona görə deyirəm ki, belə də problem yoxdur. Vətənimizin sərvətləri boldur. Problem yoxdur. Çin kidurət. Burada kidurət yox, kidurət formasında olmalıdır. Ona görə yanlışdır və cavab dedi. 30-cu sual içinin ən asan sualıdır. Çünki burada gülçü sözü yeni bir məna yaratdığı üçün leksik şəkilçidir. Güldülər olsa feil olacaq, keçmiş zamandır. Gülmüşdülər, yenə keçmiş zamandır. Gülsə şərt şəklidir. Gülürlərsə indiki zaman şəkilçidir və bunların hamısı da qrammatik şəkilçi hesab olunacaq. 31-ci sualda qeyd olunub ki, biri yalnız baş üzvlərdən ibarətdir. Baş üzvümüz mübtədə və xəbərdir. İkinci dərəcəli üzvlərimiz də təyin, tamamlıq, zərflikdir. A variantında şəhərdə zərflikdir. Harada sualına cavab verir. Kinodan sonra nə zaman? Haraya, yerə. 2 dənə zərfliyimiz var. Əqrəb qorxulu həşəratdır. Necə həşəratdır? Qorxulu. Onu təyin eləyir. Bu il nə zaman? Bu il bu da zamanını bildirir. Əlimizdə nə qalır? E variantı qalır. Amma E variantının fərqli bir versiyası var. Əgər olsaydı ki, sizin qonşu həkimdir. Bax, burada da qonşu olsaydı, burada ikinci dərəcəli üzv işlənəcəkdir. Sizin olacaqdı təyin, qonşu olacaqdı tək mübtədə, həkim dilsə xəbər olacaqdı. Niyə? Çünki biraz əvvəl dediyimiz kimi, üçüncü nöqtənin söz birləşməsi olması üçün sağında və ya solunda bir mənsubiyyət şəkilçisi olması lazımdır. Yərlik, daha sonra mənsubiyyət. Sizin sözündə yərlik var. Əgər qonşunun sözündə mənsubiyyət şəkilçisi olmasa, məcbur onu tək halda təhlil eləmək lazımdır. Əgər imtahana düşsə, bunu da nəzərə alın. 32-ci sual. Fərid sinifdə hamıdan kiçikdir cümləsində xəbər hansı nitq hissəsi ifadə olunubdur? Bu da ən asan suallardan biridir. Bu da C variantı sifətdir və adi dərəcədədir. 33-cü sual. Bu suala uyğun bir test işləmişik. Bilmirəm, Dimin test toplusuna ya da hansısa bir sınaqlarda var. Elə cavab da aşağı-yuxarı eyni səviyyəyə gəlib çıxır. Cavab E variantıdır. Ona görə E variantıdır ki, burada iştirak bağlayıcısı var. Və lalərini məcbur şəkildə biz deməliyik ki, xitab eləməliyik. Amma digərlərində fikir veririk ki, yoxdur. Ona görə də A-dan D-yə qədər hamısı xitabdır və E variantına aid bir sualı mütləq şəkildə hardasa görmüşəm, amma tam xatırlamıram. Olsa onunla da bağlı bir video çəkib sizlərə xəbər verərəm ki, bu sualı biz hardasa mütləq şəkildə işləmişik. 34. Hansı söz feilin əmr şəklindədir? Feilin əmr şəkli sözün kökünə birbaşa xəbəri şəkilçisi qoşulur. O da olur siz oxuyun formasında. Danışar xəbər şəklidir. İşləyəcək xəbər şəklidir. Burada A səhsi var, lazım şəklidir. Öyrənə arzu şəklidir. Əgər burada öyrənək olsaydı, bunu biz həm arzu kimi düşünə bilərdik, həm əmr kimi düşünə bilərdik. Yəni, orada A-əni tək götürmək yaxud da ki, bir yerdə götürmək kimi məsələlər var. 35-ci suala baxaq. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin cümləsinin təhlilə bağlı səhv fikir istəyir. Kənardan çətin sualmış kimi təsiri bağışlayır, amma bu test variantı bizə bir ipucu verir. E-də deyir ki, əvəzliklə ifadə olunmuş mübtədə işlənmişdir. Yəni, burada hamıdan söhbət gedir. Bu doğru fikirdir uşaqlar. Çünki razılıq etsin kim, hamı. E variantı doğrudur. E variantı doğrudursa, bir cümlənin mübtədəsi varsa, o müəyyən şəxsli cümlədir. D-də isə deyir ki, tərkibindəki cümlələr ümumi şəxslidir. Axı, mübtədə olan bir cümlədə ümumi şəxsli necə olsun? O artıq müəyyəndir, bilinir söhbət kimdən gedir. Ona görə cavabımız D variantıdır. 36-cı sual və qrammatikanın son sualıdır. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Yəni, adam adı qoyun, öz adınızı qoyun imtahanda, iştirak edin və yazın. O içəri gedəndə baş əydi, mütləq şəkildə bir adamdır. O meşəyə gedən yoldur. Buradakı o işarə edir, hansı meşəyə? O məktəbin həyatını addım-addım dolaşdı. Hə, burada da şəxsə oxşuyur, amma burada yalnız şəxs əvəzliyidir. Məhdudlaşdırıcı ədatdır. Məhdudlaşdırır bizi ki, sən onu sadəcə şəxs əvəzliyi kimi düşün, amma işarə kimi də düşünə bilərik axı. O məktəbin həyatını, hansı məktəbin? O məktəbin. O maşına doğru getdi. Hansı maşına doğru? O maşına doğru. Yenə bunu şəxs kimi də düşünə bilərsən, işarə kimi də düşünə bilərsən. O evin yiyəsi Nazim Səfərlidir. Buradakı o isə mütləq şəkildə işarə əvəzliyidir. Bu bizim qrammatika suallarımız idi. İndi gəlin mətnlərimizi bərabər işləyək. Bir xatirə mətnidir. Mətni oxumağınız üçün belə edin.
dayandırıb oxuya bilərsiniz, ya da ki PDF-i qrupumuzdan əldə edə bilərsiniz. Telegram kanalımızın qrupu da Ayda Nazimlə Öyrən yazıb qoşulub oradan PDF əldə edə bilərsiniz. Həmçinin də Instagram səhifəmizdən də paylaşılacaq bunun şəkil versiyası. Oradan da yükləyib işləyə bilərsiniz. 37-də deyir ki, mətnin nöqtələrin yerinə hansı ifadə yazılsa, məzmuna xələl gəlməz. Nöqtələrdə əsas hissəyə aid, əsasın son abzasıdır. Deyir, evə qayıtdım, pencək qollarının üstündə idi. Deməli, bu uşaq dostuna anası pencək verir, onun əlindən alır. Anam heykəl kimi qabağımda dayanmışdı. Dediyi ağır sözlər sifətimə şillə kimi dəydi. Pencək əlimdən düşdü. Anam peşman olmuş kimi məni xələl gəlməməsi üçün nə yaza bilərik? Bağrına bastı. Yəni, orada heç bir xələllik söz yoxdur. 38-də qeyd olunur ki, hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz. Diqqət yetirin, plan bəndi deyərkən söz birləşməsi formasında yazılır. İndi bunu 11-ci sinif buraxılış imtahanında görəcəksiniz ki, açıq suallar verəcəklərsə, oradan da plan bəndinin yazılması istəniləcək. Plan bəndi söz birləşməsi formasında olur. Yəni, cümlə formasında olan versiyalarda görmüşəm, amma ən çox söz birləşməsi formasında olur ki, abzasda söhbət nədən gedibdir və hansılar hesab edilə bilməz. Burada Güllü xalanın yalvarışını biz görmürük. Güllü xala özü deyir ki, müharibənin üzü qara olsun, bircə bitib qurtarsaydı, pencəni çıxart, təhvil ver. Burada heç bir yalvarış yoxdur. 2. Bir də səxavətli olmağa mükafatı da yox idi. Uşaq səxavətli deyildi. Öz malını, öz məhsulunu istəyirdi. Ona görə də C variantı yazmağınız lazım idi. Mətndə üzərində rəqəm yazılmış hansı söz verilmiş cümlədə kontekstdəki mənasında işlənmişdir. Kontekstdəki məna o deməkdir ki, yəni həqiqidirsə, həqiqi mənada işlətmək lazımdır. Misal üçün, burada yazılıb ki, 5-ə baxaq. Güllü xala da tutulmuşdur. Burada tutulmaq məcazi mənada işlənibdir. Yəni, doluxsundu, tutuldu, bilmədi neynəsin. Burada da yazılıb ki, Kamal hər kəsin öndə danlandığı üçün bəlkə tutuldu. Yəni, hər ikisi məcazidir. Kontekstdəki mənasında rəqəm yazılmış hansı kontekstdəki mənasını işlənmişdir. Hər kəsin öndə danladığı üçün bəlkə tutuldu, məcazidir. 5-də də yazılıb ki, Güllü xala da tutulmuşdur, bu da məcazidir. Kontekstdəki mənasını işlənibmi? İşlənibdir. Ona görə də cavabımız burada C variantı olması lazımdır. Yəni, kontekstdəki məna məcazidirsə, məcazi olması lazımdır. İndi gəlin digər versiyalara baxaq. Misal üçün, 4-də baxaq. Pencəyini çıxartmaq həqiqidir. Külək yeni əkilmiş ağacları kökündən çıxartdı. Kökündən çıxartmaq burada da məcazi mənada işlənmişdir. Biri həqiqi, biri məcazidirsə, olmayacaq. Sonra 3 tapaq. Pencəyi Güllü xalaya uzatdı. Pencəyi Güllü xalaya uzatmaq həqiqi mənadadır. Xahişi nəzərə alaraq qəbul saatlarını uzatdılar. Bu məcazidir. Yəni, bu formada davam edir. Həqiqi və məcazidir. Çəkmələrinin su buraxması həqiqidir. Nəşriyyatın hər il olduğu kimi bu ildə çoxlu kitab buraxdı. Məcazidir. Çap eləyə bilər, buraxa bilməz. Ona görə də bu formadadır, yanlışdır. O başına bağladığı yun örtüyü. Başına bağladığı yun örtüyü həqiqidir. İclası bağlamaq isə məcazidir. Ona görə cavabımız C variantı olmalıdır. Mətndə əvvəlinə hansı rəqəm qoyulmuş cümlələrdə çıxarsa, məzmun ardıcılığı pozulmaz. Burada pozulmayacaq cümlə biri budur. 1. Heç olmasa mənim əynimdə qalın pencək vardı. Burada pencəkli bir məsələ yoxdur. Bu ayaq izlərindən danışır və növbəti cümlədə odur ki, çəkmələrim su buraxsa da, yəni burada bir problem görülmür. Ona görə biri çıxarsaq məzmun ardıcılığında bir problem olmayacaq. Növbəti problem olmayacaq məqam isə 4-dür. Anamın gözlərini yayınıb bayıra çıxdım. Çünki o 4 olmasa belə, ondan sonra gələn cümlədə biz bilirik ki, bu artıq çölə çıxıbdır, bayırdadır. Ayaqyalının başı açıq, əzizgilə qaçdım. Ona görə də 1-4 olan versiya B variantıdır. B-ni yazmaq lazımdır. Mətndə çərçivə daxilində verilmiş ifadə Həmzənin də hələ karına gəlir. Burada karına gəlmək məcazi mənadadır təbii ki də. İşə yaramaq məzmununu işlənibdir. 41-də cavab E variantıdır. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətləri müəyyən edin. Yaxınının müharibədə olması ortaqdır. Hər ikisinin atası müharibədədir. Bir də həmyaşı da olmalıdır. Həmyaşın da olmasını hardan bilirik? Eyni sinifdə oxuyur, məktəbə Əzizlə bir gedirlər. Əgər eyni sinifdə oxuyurlarsa, demək ki, bunlar da həmyaşıddır. 2-4 olan versiya E variantıdır və onu yazmalınız doğrudur. 43-cü suala nəzər salın. Doğru və yanlış fikri qrammatika sualında da var idi. Burada da çıxıb qabağımıza. Deməli, Dimin ən çox sevdiyi sual modellərindən biri bu doğru yanlış suallarıdır. Doğrunun altından qeyd olunub ki, Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşirlərmi? Əziz də üzləşibdir, Həmzə də üzləşibdir. Burada bir problemimiz yoxdur. Bir doğrudur. Həmzə anasının etirazına baxmayaraq, anası etiraz eləmir.
Pencəyi Əzizdən geri almaq üçün onların evlərinə gedir. Anası ona görə etiraz eləmir ki, anası bilmirdi ki, uşağı gedəcək. Gözündən yayınıb qaçmışdı, mətndə də qeyd olunduğu kimi. İki yanlışdır. Bir olan versiya ilə davam eləyək ki, A, D, E fikir verirsinizsə birin törəmələridir. İkinin də səhv olduğunu bildik. Keçək yanlışa. Həmzə onun üçün alınmış pencəyi Əzizə bağışlanması ilə barışa bilmirdi. Onun üçün alınmamışdı, köhnə bir pencə idi. 1, 3, D variantıdır. 4 doğrudur. Əzizgilin güzəranlarının Həmzəgilə müqayisədə daha da ağır olduğunu təxmin etmək olar. Bəli, təxmin etmək olar ki, birinin ən azı pencəyi var idi, amma onun heç pencəyi də yox idi. Keçək 44-ə. Mətnin tərkib hissələri ilə bağlı yanlış fikri bizdən istəyir. Mətnin 3 tərkib hissəsindən ibarətdir. Giriş, əsas və nəticə. Baxaq burada nə var? Mətnin hər 3 tərkib hissəsində fikirlərin ardıcıllığı gözlənilmişdir ki, doğrudur. Bir süjet xətti var. Nəticə hissəsinə əsasən bəzi hadisələrin insanın zehnində həlak olunduğu qənaətinə gəlmək olar. Həkk olunmaq düzdür, həlak olsaydı səhv idi. Həkk olunduğu qənaəti doğrudur. Həmzənin anasının baş verdiyi hadisəyə münasibəti əsas hissədə öz əksini tapmışdır. Bu da düzgündür. Giriş hissəyə əsasən uşaqların ataları haqqında ilkin məlumat əldə etmək olar ki, düzdür, müharibədədir və cavab E variantı qalır. Hadisənin müharibə dövründə baş verməsini yalnız giriş hissə əsasında müəyyən etmək olar ki, yanlışdır. Burada Güllü xalanın dediyi müharibənin üzü qara olsun ifadəsi demək ki, müharibə dönəmindən baş veribdir və E variantı yazmağınız lazım idi. 45 və 46 isə açıq suallı, onu cədvəlinizdə yazmağınız lazım idi. Gələk növbəti sonuncu mətninizə. Növbəti mətninizin adı arxitektura mətnidir. Yenə mətnini oxumayacağam. Ümid edirəm ki, oxumusunuz ya da PDF-i yenə əldə eləmisiniz və halda əldə lazım olduğunu vurğulamışıq. 47-də deyir ki, əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasının davamı olmalıdır. Diqqət yetiriksə, burada bir qəlbə stil var, gotik stili. Gotik stilində 3-də də danışılır, 4-də də danışılır. Demək, 4 3-ün davamıdır da, ona görə A-nı yazmağınız lazımdır. 48-də deyir ki, mətndə əvvəlində işarə qoyulmuş sözlərin məcazi və həqiqi olduğunu tapmalıyıq və həmin sözlərin mətndəkindən fərqli mənasını işlətməyimiz lazımdır. İlk sözümüzə baxaq. Cildən düzəltmək. Cildən düzəltmək həqiqi mənadadır və həqiqi də yazıblar qarşısına. Onlar özlərinə sığıncaq düzəltdilər, amma bu da həqiqidir. Həqiqi ilə həqiqi üst-üstə düşmür. Digər tərəfi məcazi olmalıdır. Deməli, bir olan versiyalar yanlışdır. Üçbucaq olan sözümüz hansıdır? Binalar tikməyə başladılar. Binaların tikməsi həqiqidir. Dostluq binası isə məcazidir. Deməli, ikini biz götürməliyik. Daha sonra böyük çəkiyə, tağlar çox böyük çəkiyə davam gətirir. Burada böyük çəki həqiqi mənadadır. Amma məcazi yazıblarsa ilə buradan səhvdir. Deməli, cavab 2-4 olmalıdır. E variantı. Yumru olan sözümüz hansıdır? Çevrə. Körpülər. Körpü burada həqiqi mənada işlənibdir. Gələcək nəsil arasında mənəvi körpülər məcazidir. Ona görə cavabımız 2-4 E variantıdır. Digər suala nəzər salaq. Mətnin nöqtələrin yerinə uyğun olan ifadəni istəyir bizdən. Nöqtələrimiz hardadır? Möhkəm binalar qurmağa neynədilər? İmkan verildi. Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa imkan veribdir. Ona görə də B variantı yazmağınız lazımdır. Mətndə üzərində rəqəm yazılmış sözlərini əsasən davam edin. Əvəz eləmək olar, əvəz eləmək olmaz. Burada sizin sözün leksik mənasını bilməyini tələb edir. Təyinatına uyğundur. Təyinatla quruluşun heç bir adiyyəti yoxdur. Yaxud da zəriflə cansızın heç bir adiyyəti yoxdur. 1 ilə 2 səhvdirsə cavab onsuz da A variantı olaraq qalacaq. İndi 3-də yazılan sözə nəzər salaq. Stil, üslub deməkdir ki, öz əksini tapıbdır. Xarakteri xüsusiyyəti, səciyyəvi xüsusiyyəti idi. 4 uyğundur deyə 4-ü götürmür. Çünki əvəz edilə bilməz. 5 və 6 da ki, istiqamətlər də orada ayrı söz yazılıbdır. Sayəsində də orada ayrı söz yazıldığı üçün cavab 3, 5, 6 A variantıdır. Mətni genişləndirə bilən cümlələri müəyyən eləyin. Giriş hissəyə nələr daxildir? Giriş hissəyə burada A ilə D-ni yaza bilərik ki, arxitektur haqqında ümumi məlumatdır. Əsas hissəyə B ilə E-ni yaza bilərik. Ona görə E-ni yaza bilərik ki, çünki B ilə C çox bir-birlərinə oxşayırlar. Sadəcə E-ni əsas hissəyə yazmamız vacibdir. Niyə vacibdir? Deyimsə, 5-də qeyd olunub ki, qarşısına Roma rəqəmi yazılmış. İtaliyada 16-cı əsrin sonunda başlayan intibah dövrü 14-cü əsrin sonunda başlayıbdır. E-də də qeyd olunub ki, 16-cı əsrin sonuna qədər davam edən bu dövr. Bu dövr hansıymış? Əslində intibah dövrü demişlər. Onun davamıdır. Ona görə də E-ni biz əsas hissəyə yazmaq məcburiyyətindəyik. Cavabımız B variantıdır. Hansı mətnə əsasən cədvəldəki uyğun fikirləri istəyir? Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Hər dövrdə memarlıq üslubu özünə məxsusluğu və rəngarəngliyi ilə seçilir. 1 çox doğru versiyadır.
1-də 3 doğrudur. 3 əsrə yaxın bir müddətdə gotik tərzi Avropa arxitekturasının aparıcıdır. Burada da özləri yazıb ki, 12-ci əsrdən 15-ci əsrə qədər, bu da 3 əsr eləyir. 1-3 doğrudur. 1-3 ilə doğru olanına baxaq, 4 ilə 5-ə. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materialından istifadə olunur. Mətndə bu haqqda məlumat yoxdur. Ona görə də cavabımız D variantıdır. 5 isə var. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvələ təsadüf olunur fikri. Qarşısında 2 yazılan Roma rəqəmində öz əksini tapıbdır. Ona görə də cavabımız 1, 3, 4 D variantı yazmalıydınız. Mətndə tünd qara hərflə verilmiş söz hansı cümlədə kontekstdəki mənasını işlənibdir? Burada möhkəm binalar qurmaq mənasını işlənibdir. Möhkəm binanın qurulması həqiqidir və cavab B variantıdır ki, qarşısını almaq üçün sədd qurmaq var. Və yenə 3-cü səfər doğru yanlış sxemi çıxır qarşımıza. Qrammatikada da var, mətn 1-də də var, mətn 2-də də var. Bu o deməkdir ki, doğru yanlış bizim növbəti turlarda da, mərhələlərdə də qarşımıza çıxa bilər. Diqqətli olaq bu suallar. Əslində elə də çətin sual tipi deyil, amma bu modeldən daha çox istifadə olunubdur. Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Bu yanlışdır. Burada belə bir cümlə var ki, öz əksini dövrümüzə qədər gəlib çatıbdır. Qarşısına yenə 2 yazılmış Roma rəqəmini cümləni oxusaq yazılıb ki, qədim Yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Deməli, bir doğrudur, amma burada saxlaya bilməmişdir deyə yanlışdır. Bir olan versiyaları silirik. 2 ilə davam edirik. 2 doğrudur. Kilsə, qala və qəsrlər orta əsr Avropa memarlığının tərkib hissəsidir. Bu da yenə olduğu kimi cümlə tapılıbdır burada. Qarşısında 3 yazılmış Roma rəqəmini oxuyun. Yazılıb ki, onlar kilsə, qalalar, qəsrlər tikildi. Bu da bu. Sonra yanlışın altından baxaq. Cavab ya D-dir, ya da B-dir. 3-də yazılıb ki, Romalılar Yunan memarlıq stilini istifadə etmədən öz tikinti texnikalarını yaratdılar. 4-də də yazılıb ki, qədim tikililər insanları təbiət hadisələrindən qorumağa xidmət edirdi. 4-cü olan fikir doğrudur. Çünki yazılıb ki, qədim tikililər sadə idi. Samandan yəgillər düzəldərək yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Yəni, onun məqsədlə xidmət edilibdir. 4 doğru olduğu üçün cavabımız da D variantıdır və bununla da biz 9-cu sinifin 5 aprel tarixində olan həm qrammatik, həm də mətn suallarını bitirmiş olduq. Ümid edirik növbəti turlarda da suallar bu formada olar. Elə də çətin suallar deyil, sadəcə diqqət yetirəcəyiniz məqamlar var. Əgər siz 8-ci sinifsinizsə, yaxud da ki, gələn il 9-cu sinif imtahanına hazırlaşmaq istəyirsinizsə, 7-ci sinifdən, yaxud da 8-ci sinifdən, bizim nömrələrimizlə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Nömrələrimiz də 050 880 71 89 nömrəsidir. Həmçinin bizi YouTube kanalımızda olduğu kimi Instagram, TikTok və Telegram kanallarımızdan da izləyə bilərsiniz. Sadəcə axtarış yerinə Ayda Nazimlə öyrən yazaraq bizləri həmin kanallardan da izləmək mümkündür. Uğurlar sizə növbəti dərs videosunda görüşmək ümidi ilə. Sağ olun.